Balıq bürcünün xüsusiyyətləri. Balıq bürcü su qrupu bürclərindəndir və hakim planetləri Neptun və Yupiterdir. Rəngləri mavi, yaşıl və dəniz yaşılıdır. Uğurlu rəqəmləri 3. Uğurlu daşları ay daşı. Uğurlu günləri cümə axşamıdır. Balıqların ən bilinən xüsusiyyəti həssas, duyğulu və asan təsirə məruz qalan olmalarıdır. Balıq bürcləri çox vicdanlı insanlardır. Güclü empatiyaya bacarıqları var. Bədii yaradıcılıq tərəfləri çox güclüdür. Xeyriyyəçi və köməkçi insanlardır. Balıqlar emosional təbiəti, mərhəmətli davranışları və böyük təsəvvürləri ilə özlərini digər insanlardan fərqləndirə bilirlər. İnsani dəyərlərə böyük önəm verən balıq bürcünün empatik qabiliyyətləri yüksək səviyyədə inkişaf etmiş olar. Balıqlar demək olar ki, hər kəsə özlərindən daha çox əhəmiyyət verərlər. Balıqların dünyası sədaqət üzərində quruludur. Heç vaxt qeyri-səmimi ola bilmirlər. Ətrafındakı insanların sadiq olmadığını və sədaqətli olmağa hörmət etmədiyini hiss edərsə, onları həyatlarından bir anda çıxardarlar. Balıq bürcləri səyahət etməyi çox sevərlər. Daim səyahət etmək, rəngləri, mədəniyyətləri, xalqları kəşf etmək, görmək istər. Onlar sevgi insanlarıdır. Mövzu sevgi və ya romantika olduqda, balıq bürcləri üçün axan sular dayanır. Balıqlar hətta qarşılıqsız da sevə bilər. Bu dərəcədə sevgi və məhəbbət insanıdır. Balıq bürcləri bərabərdir, intuisiya demək olar. İnstinktlərinə çox arxain olan balıq bürcləri hisslərində adətən yanılmazlar. Əgər kiməsə və ya nəyəsə qarşı bir şey hiss etsələr, hisslərinə qulaq asar və oradan uzaqlaşar. Balıq bürcləri həm introvert, həm də ekstravertdirlər. Təəccüblənməyin, həqiqətən də belədir. Lazım olduqda utancaq və özlərinə qapanırlar, digər vaxtlarda əylənməyi və istirahət bacaran insanlardır. Balıqlar anlıq emosional dəyişikliklər yaşaya bilər. Yarım saniyədə ruhi vəziyyəti tamamilə dəyişə bilər və incidilmiş hiss edə bilərlər. Dostları ilə bir mühitdə gülərək əylənərkən gördüyümüz balıq bir də görərsən ki, bir küncə çəkilmiş hansısa mesaja görə ağlaya bilər. Balıqlar etdikləri hər şeydən həzz almaq istəyirlər. Özlərini xoşbəxt hiss etmək istəyirlər. Musiqi, rəqs və ya onları maraqlandıran bir şey olmadığı təqdirdə diqqətlərini o işdə saxlamaq çox çətindir. Buna görə də balıq bürcləri meyilli olduqları işi əvvələ salıb, əsas etməli olduğu işi sona buraxırlar. Balıqlar çox yaxşı dost və yoldaş ola bilərlər. Dostlarının problemlərini öz problemləri kimi görüb həll edərlər. Onlar dinləmək və məsləhət verməkdə çox bacarıqlıdırlar. Balıq bürcləri sizi özünüzdən daha yaxşı başa düşürlər. Balıqlar son dərəcə emosional insanlardır. Demək olar ki, hər hansı bir emosiyanı çox sıx yaşaya bilirlər. Emosional olmaq onların böyük bir hissəsidir. Balıqlar iş həyatında çox da uğurlu deyil. Balıqlar həyata ambisiyalarına qurban verilməyəcək qədər gözəl olduğunu bilir. Bu səbəbdən iş həyatına işləməyə çox da meyilləri olmaz. Onlar üçün həyatın ləzzətləri, gözəllikləri yaşanmalıdır. Buna görə də təsviri sənətlə maraqlanan balıq bürcləri çoxdur. Yaradıcılıqlarını istifadə edə biləcəkləri hər şey onlar üçündür. Teatr, kino, heykəltaraşlıq, rəssamlıq kimi mövzular onların diqqətini çəkir. Onlar şair, yazıcı, rəssam ola bilər. Balıqlar seksuallıqda fantaziyalara çox əhəmiyyət verir. Çox emosional olan balıqlar əgər həqiqətən aşiqdirsə və sevirsə, çox gözəl sevişər. Adətən sevgi və romantika olmadan cinsi əlaqəyə üstünlük vermirlər. Sevişərkən belə sevgisini və həssaslığını göstərən balıqlar, sərt rəftarları və kobudluğu sevmir. Yumşaq və yavaş hərəkətlər, gözəl sözlərlə və şirin toxunuşlarla asanlıqla onları həvəsləndirmək olar. Seksuallıq onlar üçün romantikanın fərqli formasıdır. Balıq bürcləri seksdə özlərindən çox qarşı tərəfi düşünürlər. Tərəfdaşlarını razı salmaq və doyuma çatmaları üçün əlindən gələni edərlər. Seksdə daha çox uyğunluğu olan bürclər qoç, buğa, şir, oxatan, balıq və xərçəngdir. Amma ən mükəmməli xərçəng bürcü ilə uyğunluğudur. Xərçəng bürcləri balıq bürclərini həm emosional olaraq, həm də fiziki mənada qane edə bilər. Çünki xərçənglər də özlərindən çox seks tərəfdaşlarının istəklərinə böyük əhəmiyyət verir. Balıqların ən çox etirazlandığı sahələri əlləri və ayaqlarıdır.